Bax, məsələn, bir mütləq hündürlüyü 3000 metr olan dağın ətəyində. Bax, bu dağın hündürlüyü 3000 metrdir. Okean səviyyəsi, havanın temperaturu müsbət 8 dərəcə. Zirvədə temperaturu tapın. Biz ilk olaraq nə edirik? Biz ilk olaraq dağın zirvəsi ilə ətəyi arasında, yəni 0 metr arasında biz bu 3000 metr hündürlüyün nə qədər temperatur fərqi olduğunu tapırıq. İndi bax, 3000, belə bir tənasüb qururuq. 3000-də x-dir, bilmirik. 1000-də isə biz demişdik, termik pillədə deyim, 6-dır. Bununla bunu vurdun, x bərabərdir 18 dərəcə Selsi. Deməli, 18 dərəcəlik temperatur fərqi var 0 ilə 3000 arasında. İndi diqqətlə qulaq asın. Burada müsbət 8 dərəcədirsə, 18 dərəcəlik fərqlə olan məntəqədə nə qədər olacaq? İndi necə olur? Biz bilirik axı, temperatur yuxarı getdikcə temperatur, yəni hündürlüyə qalxdıqca temperatur aşağı düşür. Ona görə burada müsbət 8 dərəcədirsə, deməli müsbət 8 dərəcədən 18 dərəcə fərqli bir hündürlükdə nə qədər olacaq? 8-dən 18 çıxanda qalacaq -10 dərəcə Selsi. Yəni, bax, bir də qeyd edirəm. Bax, burada 0 metrdən 3000 metrə qədər olan məsafə, 0 metrdən 3000 metrə qədər olan məsafəni biz ilk olaraq temperatura çevirdik. Və gördük ki, 3000 metrlik bir məsafə 18 dərəcə temperatur fərqi deməkdir. İndi yaxşı, burada 8 dərəcədirsə, və hündürlüyə 3000 metr hündürlükdə, yəni yuxarı 3000 metr hündürlükdə nə qədər olacaq? Ona görə biz də bilirdik ki, hər 1000 metrə 6 dərəcə getdikcə temperatur aşağı düşürsə, bu 18 dərəcəlik fərq çıxılacaq. Yəni, müsbət 8-dən 18-i biz nə edəcəyik? Çıxacaq. Və burada da alınacaq, deməli, -10 dərəcə Selsi. Bu tipli məsələlər də adətən bu formada hesablanır, qeyd olunur. Bugünkü dərsimiz bu qədər. Yəni, bu dərsin izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.